İsrailə hər gün 20-dən artıq o cür raketlər atır. 20-dən artıq hər gün. O raketlərin sadəcə ikisi gedibdir, öz o mənzilinə çatıbdır. Onlardan biri hara düşübdür? Nüvə reaktorunun yanına düşübdür. Bu nə deməkdir? Bu o deməkdir ki, İran nüvə müharibəsi çıxartmaq istəyir. Bunu mən hesab edirəm ki, o Yahudilərin, yəni belə deyək, İsrailin özü buraxıbdır ki, o təsəvvürü yaratsın. İkinci hara gedib düşübdür? Yəni deyirsiniz, İsrail istəsəydi onu zərərsizləşdirə bilərdi. Özü qəsdən bilir ki, yəni dünyaya göstərsin ki... Bir dənə mən vəhşi ilə vuruşuram, mənə gəlin dəstək verin. Mən bərabər gəlin İranı ki, o Trump da onu deyir də, Trump bütün dünyanı çağırırdı ki, gəlin bu İranı bərabər məhv eləyək. Gözdə təkcə Avropanı da yox, hətta bütün Asiya ölkələrini də, Çini də, nə bilim, Yaponiyanı da, Koreyanı da çağırırdı ki, gəlin bərabər İranı vuraq. İndi İranı vurmaq üçün, yəni onların bu hərəkətə qoşulması üçün nə lazımdır? İranın beynəlxalq bir o vəhşi o imicini yaratmaq, obrazını yaratmaq lazımdır. İkinci o raket getdi hara düşdü. İkinci raket getdi o Arat deyəsən, Arat şəhərində belə deyək, o Ortodoks yahudilərinin yaşadığı məhəlləyə düşdü. Ortodoks yahudiləri elə yahudilərdir ki, onlar müharibə ilə əlaqəsi yoxdur, onlar ümumiyyətlə müharibə istəmirlər. Hər gün o müharibə əleyhinə miting keçirirlər. Hətta küçələrinə baxsan, Fələstinin bayraqlarını hər yerə onu asıblar, Fələstinin bayraqlarının rəngini çəkiblər və açıq şəkildə biz bu müharibəni istəmirik deyilir. Yadınızdadırsa, o elə həmən günü, o vurulan günü o İsrailin xüsusi xidmət orqanının naziri getdi ora. Orada onu qadınlar lənətlə qarşıladılar. Dedilər ki, bu müharibəni çıxaran sizsiniz. Niyə? Bunlar ümumiyyətlə müharibə istəməyən adamlardılar. Özdə müsəlmanlara da çox yaxın münasibət göstərirlər. Hətta bir çoxları verdikləri müsahibələrdə açıq şəkildə etiraf edirlər ki, açıq şəkildə dilə gətirirlər ki, kaş bizim bu məmləkət müsəlmanların əlində olardı. Yəni bu dərəcədə, belə deyək, o mülayim insanlardır. İndi onları da vuranda həm o insanları özünə qarşı çevirirsən, həm də bütün dünyaya bir vəhşi obrazı göstərirsən. Yəni belə deyək, İranın vəhşi obrazını həmən, mən demirəm, yəni İran elədir, amma göstərilən odur. Bütün dünyaya onu göstərmək üçün ona o imkan yaradıldı. Mən hesab edirəm ki, o raketləri də vura bilərdilər, qəsdən vurmadılar. İndi bir şey də var, tamaşaçılar yəni bunu bilir, biz də deməliyik prinsipcə, yəni istəyirəm ki, o kitabın iki yüzü də oxunsun. İsrail də, Amerikada elə İranın nüvə obyektlərini vurdu da. Yəni ki, tamaşaçı da durar deyə bilər ki, ay Heydər bəy, burada qeyri-adi nə var ki, sən mənim nüvə obyektlərimi hədəfə almışsansa, mən də sənin nüvə obyektimi hədəf alacam da. Bir halda ki, yəni İsrail də iddia edir ki, mənim ümumiyyətlə nüvə silahım yoxdur, doğru deyilmi? Ləman xanım, hədəfə alıb vursalar, məni yandırmaz. O heç 13 kilometr aralıya düşübdür həmən o nüvə obyektindən. Gedib nüvə obyektini vura, nüvə obyektini zərərsizləşdirə. Mən demirəm ki, orada bir nüvə partlayışı ola. Heç olmasa onun hasarına bir toxuna, hasarından bir daş qopara. Axı onların heç birisi yoxdur. Hara gedib düşübdür, elə yerə gedib düşüb ki, orada da mülki insanlar yaşayır. Yəni ümumiyyətlə belə təsəvvür yaranır ki, İran ancaq mülki insanları vurur. İndi deyəcəksiniz ki, İsrail də vurur. Bəli, İsrail də vurur. Amma İsrailin hədəfi o mülki insanlar olmur. O mülki insanların yanında yerləşən hərbi obyektlər olur və yaxud o hərbi obyektin insanları, deyək ki, zabitləri hədəfə alırlar və bunun nəticəsində... Çox maraqlıdır ki, hərbi obyektlər niyə mülki əhalinin yaşadığı yerə yaxın olur? Bunu biz dəfələrlə Fələstində də gördük. O da İsrailin günahı deyil. İndi gəl ədalətlə danışaq da. Yəni mən nə İranın tərəfini saxlamaq istəyirəm, nə İsrailin tərəfini saxlamaq istəyirəm. Belə götürəndə İran mənə İsraildən bir 4-5 köynək daha yaxındır. Baxmayaraq ki, 2020-ci ildə İranın tutduğu bəzi mövqelər ki, onun hamıya aydındır, sizə də aydındır. Yəqin ki, indi özləri də o səhvlərin başa düşüblər.
o bizim İrana olan məhəbbətimizi, bizim İrana olan hörmətimizin də üstündən bir xətt çəkdi. Buna baxmayaraq İran yenə bizə bir köynək İsraildən, bir 5 köynək də Amerikadan daha yaxındır. Düzdürmü? Amma gəlin ədalətli danışaq da. Bu indi sən niyə o obyektləri mülki insanların yanında qurursan? Niyə özdə nətərdir? Yəni baxın o besit güclərini vurur. Bəsis gücləri nədir? Mülki vətəndaşlardır. Mülki vətəndaşların, adı mülki vətəndaşdır, əlinə silah verib elə partizan dəstəsi yaradır. İndi bunu vurmalıdır. Bunu vuranda istər-istəməz orada mülki vətəndaş kimi bunu təqdim eləyə də bilir İran. Aydındır. İndi sabah Trump deyir ki, 48 saat bitdi, İranı məhv edəcək. Nə gözləyirsiniz? Yəni bu ritorikadır mı sadəcə, yoxsa doğrudan mı daha betərlərini sabah biz görə bilərik? Ritorika deyil, yəni Amerika istəyirdi İranın müəyyən yerlərini ala. Yəni belə deyək, orada bir Xark adası məsələsi də var. Deyirlər ki, bunu almağa məhkumdur, almalıdır mütləq. Onu almayacaq, oranı darmadağın dağıdacaq. Yəni onu alarsa orada çoxlu işçilər verəcək, orada çoxlu işçilər verməyi Amerika göz ala bilməz. Orada işçi vermək üçün müəyyən qüvvələr hazırlayırdı. Bunlar kimlər idi? Bunlar Kürdlər idi. Kürdlər də bundan imtina elədilər. Dedilər, biz sənin davava gəlib qoşulmayacaq. Kürdlərin də özünə görə haqlı səbəbləri var idi. Baxın, 74-cü ildən Ləman xanım bu günə qədər, 74-dən bu yana nə qədər keçib? Hardasa 50 ildə, belə deyək. 50 ildən çox keçib. Bu 50 il ərzində Kürdləri 20 dəfə aldadıb. 20 dəfə. İran. Yox, Amerika. Ona görə güvənmir. 74-cü ildə ayağa qalxmışdılar, üzə Amerika ayağa qaldırmışdı. Saddam Hüseyni yıxın, biz sizə dövlət quracaq. Onu da qalxdılar ayağa, o sonra da getdi Amerika, yəni belə deyək, Saddam Hüseynlə anlaşdı, çünki İranda müsəlmanlar hakimiyyətə gələ bilərdilər. O ehtimal artıq doğmuşdu və yaxud oradakı, belə deyək, o tudətçilər, yəni kommunistlər hakimiyyətə gələ bilərdilər. Ona görə istəmədi orada Kürdlərdən artıq istifadə müddəti bitdi Kürdləri satdı. Ondan sonra bir də 88-ci ildə Kürdləri bir də ayağa qaldırdı. Dedi ki, qalxın ayağa, nədir bu? Daha doğrusu bu dəfə o qaldırmadı, bu dəfə İran qaldırdı, o da dəstəklədi. Saddam Hüseyni yıxın, orada bir dənə parçalansın, orada sizə də bir dövlət quraq. Ondan sonra nə oldu? Ondan sonra İran da getdi, o Saddam Hüseynlə danışdı, razılaşdı, Amerikada razılaşdı və geri çəkildilər ikisi də. Hətta mən Barzaninin o dövrdə Amerikanın vitse-prezidenti, o deməli Nelson idi. Nelsona yazdığı məktub vardı Barzaninin. Deyir ki, bizim sizə böyük bir ehtiyacımız var. Yəni bizə dəstək verin, biz məhv oluruq. Mən onu oxumuşam. Özdə çox da o Nelson dediyim adam da o Amerikanın əsas o böyük iş adamlarından biri idi. Belə deyək, Amerikanı idarə edən şəxslərdən biridir. Nixon bəlkə? Yox, Nelson. Aydındır. Çox dayanmaqların üzərində bəli. Familiyasını deyəcəyim, yadıma düşün. Deməli, ona bir məktub yazmışdı. Yazmışdı ki, biz məhv oluruq, bizə təcili dəstək verin. Hətta bir siyahı da göndərmişdi ki, bizə bu boyda silah lazımdır. Məktuba cavab da gəlmədi. Təsəvvür edirsiniz? Yəni, açığı bu vaxta qədər bir 20 dəfə həmən Kürdləri aldatdılar. Ən sonunda da Suriyada o Kürdlər yenə qalxmışlar ayağa. Türkiyə orada hərbi əməliyyatlar keçirdi. Kürdlər yenə müraciət elədilər. Bu Trump'ın cavabı nə oldu Kürdlərə bilirsinizmi? Dedi, siz vuruşurdunuz, biz sizə dəstək vermişik. Siz gəlib bizimlə bərabər 2-ci Dünya müharibəsində bizimlə əl-ələ verib Alman faşizminə qarşı vuruşmayıbsınız ki, siz belə deyək, Bəşər Əsədə qarşı vuruşubsınız, biz də sizə silah vermişik. Siz bizə borclusunuz, biz sizə yox. Belə, yəni, bir deməyin də bir təhri var da, yəni aşağılamağa nə ehtiyac var? İndi nəsə bu aşağıladı, mənim də ürəyimdən də o Kürd separatçılarını aşağılasın.
Amma o Kürd separatçıları niyə bu hərəkata qoşulmurlar, gedib İrana qarşı mübarizəyə qoşulmurlar? İnanmırlar deyirsiniz. İnanmırlar, çünki yenə satacaqlar. Eyni şəkildə oradakı Azərbaycanlılar var, deyək ki, o Azərbaycanlılar niyə qalxmırlar o İrana qarşı? Ona görə ki, onlar da inanmırlar. Onlar da dəfələrlə həmən indi düzdür Amerika tərəfindən olmasa da Rusiya tərəfindən 4 dəfə, 5 dəfə satılıblar. Onlar da görürlər o şeyləri, ona görə gedib müəyyən xarici qüvvələrin tərəfində dayanmırlar.